Değerli kızlarım, her vaktiniz hayır. Bugün çok hoşbaqtıq, çok sevinirik. Kızlarımız keçiblər paketlerden ve satırlardan ana olma hazırlaşırlar. Ve bugün bizim balaca kızımız, qonağımız var, Zümrüt kızımız. 2 ildən sonra dünyaya gelip ve hal-hazırda 4 yaşındadır. Gelip doktorunu görmeye çok sevindim. Arzu ediyorum ki siz de böyle axıra çatasınız ve böyle şipşirin kızımız olar. Kızlarımız da bugün hamısı da uzlardan keçiblər, geliplər məlumat verirlər bize. 3 ildir sonsuzluqdan əziyyət çəkirəm. Bu içərisində bütün həkimlərin yanına getdim. Problemlərim çox idi. Elmira doktorun yanına gəldim. Elmira doktorun qızıl əlləri var olsun, çox sağ olun deyirəm. Məndə problemlərin çox olmağına baxmayaraq bütün problemləri doktor aradan qaldırdı və 3 il nəticəsində şükür Allaha ki, bugün UZI-dən keçdim. 20 həftəyə çatdı. Bu təbii ki, göydə Allah yerdə Elmira doktorun sayəsində baş verdi. Elmira doktor çox gözəl, yəni möcüzəvi əlləri var olsun. Çox sağ olun deyirəm doktora. Allah razı olsun doktordan. Çok sağ olsun. Mən də 18 ildən sonra göydə Allah yerdə Elmira xanımın sayəsində, Elmira xanımın düzgün müalicə sayəsində 26 həftəlik hamiləliyə çatmışıq. Allah Elmira xanımı var eləsin, yaxşı ki var. Hər zaman var olsun. Sağ olsun. Mən də 36 həftəlik hamiləyəm. Çox sağ olsun Elmira xanım. Birinci övladımı qucağıma almağında böyük əməyi olub. İnşallah ikinci övladımı da Elmira xanım sayəsində sağ-salamat qucağıma alacağım. Təşəkkür edirəm Elmira həkim. Hər şey görə var olun. Çok sağ olsun. Mən də 9 il sonsuzluqdan əziyyət çəkirdim. Ta ki Elmira doktoru tanıyana qədər. İnşallah ki 33-cü həftədəyik Elmira xanımın düzgün diaqnozu, düzgün müalicəsi nəticəsində qızıl əlləri var olsun Elmira xanımın. İnşallah ki sayılı günlərimiz qalıb balalarımızı qucağımıza almağa. İnşallah. Göydə Allah, yerdə Elmira həkimin sayəsində 33-cü həftədəyik. Yaxşı ki seçimim həkim kimi Elmira xanım olub. Var olsun, Allah sizləri qorusun, yaxşı ki varsınız. Sağ olsun. Çok sevinirim, hoşbaqtıq bəli. Çok ağır həmlələrdə, hal-hazırda bizdə hamısı ilə kampaniya ağır həmlələrin möcüzələrini yığılıb. Keçək növbəti qızımıza, qızımız ikinci dəfə ana olmağa hazırlaşır. Əsas problem nə idi? Antimüller 0-0-1. Bir yumurtalıqda ümumiyyətlə folikul 0 idi, ikinci yumurtalıqda 2 dənə folikulumuz var idi. 2 ilə yaxın müalicə elədik, şükürlər olsun bir balamız oldu 15 ildən sonra və təkrar qızımız gəldi ki, elə ginekoloji problemlərə görə aydın oldu ki, boru hidrosalpinx olub, bağlanıb və maye yığılıb, təcili olaraq əməliyyat elədik. Möcüzəvi şəklində, yəni bu müalicə nəticəsində bir boru ilə və bir folikulun təkrar qızımız həmlə oldu və artıq az qalıb günlərimiz mamaçıqa ikinci dəfə olasınız. Əlbəttə ki, ən böyük arzudur hər qadının ana olmağa. Qızımız danışa bilmir, həyəcanlanıb, ağlayır, sevinç gözyaşlarıdır. İnana bilmir, əlbəttə ki, ilk dəfə çox bir əziyyətlərdən biz keçdik, 15 ilin həsrətinə son, indiyənə də şükürlər olsun ikinci uşaqda, amma uzun müddət olmayan da uşaq və cəmi bir folikulla, hətta sünni maylanma da istirdik eləmək. Hər yerdə də deyirdilər donor yumurta, amma yaş faktoru da var, şükürlər olsun. Xoşbaxtıq, sevinirik, ona görə deyirdim ki, bugünkü qızlar elə biri-birindən gözəl möcüzələrdir. Növbəti pasiyentimiz da yaşa baxmayaraq, neçə yaşımız var? 39 yaşı var. Gedən kimi həmlə qalıb, həmişə deyirlər ki, ay yaş faktor, düzdür, əlbəttə yaşlıca yumurtalar zəifləyir 35 yaşdan sonra, amma özü həmlə qaldı, həmləliyimiz riskli keçdi, ona baxmayaraq axıra çatdı. Və siz də mamıcıq olasınız, siz təbrik edirəm. Sağ olun, təşəkkür edirəm. Arzu edirəm ki, hamımız sevinəsiz, heç kim də əlbəttə 16-18 il gedən kimi Solmaz xanım həmlə qalasınız. Riskli həmləliyi Allahın köməyini axıra kimi biz də çatıraq və ana olub gedəsiz evlərimizə. Siz də sağ-salamat belə körpələrlə gələsiz yanıma. Doktor da belə balacalar öpər, bütün evlərdə belə körpə səsi gəlsin. Düzdür qızım?